Allah Rəsulü sallallahu aleyhi və səlləm libasından tutaraq deyir, təqva libasda deyil. Sonra saqqalından tutaraq deyir, təqva saqqalda deyil. Sonra dilindən tutaraq deyir, təqva gözəl danışıqda deyil. Yəni insan Quran sünnədən gözəl danışa bilər. Amma ki ona əməl etməsə, ona bir faydası yoxdur. Allah Rəsulü sallallahu aleyhi və səlləm sonda qəlbinin üzərinə 3 dəfə toxunaraq deyir, təqva qəlbdədir, təqva qəlbdədir, təqva buradadır. Yəni insan gözəl danışa bilər, gözəl geyinə bilər. Amma gəl ki, əməl etməsə bu danışıqlarını, həyatına yansımaz. İnsan əgər öyrəndiyi elmə əməl etmirsə, o əməl sadəcə bir dəlilə çevrilir. O dəlil isə insanın əleyhinə şahidlik edir. İnsan əməl etməzsə, qiyamət günü, axirət günü nicat tapanlardan olmaz.